Esselamu Aleyküm ve Rahmetullah. Əziz və möhtərəm qardaş və bacılarım, uca olan Allah cümlənizə bərəkət versin. Ramazanın gəlişi ilə ilgili olan bir çox yerlərdə olan hər il başımıza gələn bu ixtilafla ilgili qısa bir açıqlama vermək istəyirəm. Təkrar olaraq və tək ricam nəfsi kənara qoyaraq qəlb qulağı ilə dinləmənizi rica edirəm. Birincisi, əziz qardaşlar, bu ixtilaf Ramazanın giriş məsələsi, ayı görmək məsələsi və yaxud da Şaban ayının 30'unu tamamlamaq məsələsi sahabələrin dönəmindən bu yana bu ixtilaf davam eləyir. Ölkələrlə əlaqəli fiqh alimlərin rəyləri, bu ixtilaf davam eləyir. Bunu bilməmiz lazımdır ki, ilk öncə bu ixtilaf ciddi ixtilaflardan deyil. Yəni bu ixtilaf səbəbi ilə bir adam bir rəy tutarsa, o biri tərəfi zəlalət əhli görmür, o biri tərəfini bidətlə ittiham eləmir, yanlışlıqla əsla ittiham eləmir. Bu Ramazanın giriş məsələsi, isbat məsələsi bu məsələlərdən deyil kəsinliklə. Çünki iki rəyin ikisi də mu'təbərdir əhl-i sünnəyə görə və burada biraz sonra deyəcəyim məsələlərdə tamamilə bəyan olacaq. Birinci onu bilməmiz lazımdır ki, bu üzərinə hökm qurulan məsələlərdən biri deyil. Bu bidətdirmi, onu eləyən günah mı eləyir, savab mı eləyir? Bu məsələlərdən deyil, bunu ilk öncə bilməmiz lazımdır. İkinci məsələ, bu ixtilaf dörd məzhəbin arasında davam eləyir və bir çox alimlər dörd məzhəbin dördündən də deyənlər var ki, əgər bir ölkədə ay görünübsə, bütün İslam aləminə vacibdir ki, onların görməyinin əsasında onlar da orucu tutsunlar. Bir qrup alimlər bunu deyir. Bunlar da mu'təbər alimlərdir. Dəlillərə girməyəcəm, məsələlər uzanmasın deyə. İkinci rəy isə alimlərdən deyirlər ki, mataliələr, yəni ayın görünməyi, görünməməyi məsələsi ixtilaf olduğu üçün hər ölkə necə görürsə, hansı coğrafiya, məşriq, məğrib, şimal, cənub nə zaman görürlərsə və yaxud da görmürlərsə, Şabanı sahib tuturlarsa, hər ölkə öz gördüyündən müamilə eləyə bilər. Bir ölkədə görünübsə, o biri tərəfə vacib deyil. Yenə bunu deyən dörd məzhəbin alimlərindən də mu'təbər alimlər var. Və deməli götürdüyümüz zaman görürük ki, bu hər iki tərəfi dəstəkləyən İslam ümmətindən böyük alimlər var. Ondan sonra bunların da yenə dəlilləri var. Yenə dəlillərə girməyəcəm. Çünki bu məsələ dediyim kimi ictihad üzrə qurulmuş məsələlərdəndir. Biz isə müsəlmanlar, siravi müsəlmanlar, elm tələbələr, coğrafiyamızda yaşayanlar necə mövqeyə götürməliyik? Bu məsələlərdə odur ki, hər zaman ehtiyat və ümməti birləşdirən fətvaları götürməyə həris olmalıyıq. Bugün ola bilər ki, yəni bu danışarkən mən bugün fevralın 18'idir. Bəli, Saudi Ərəbistan'da bir çox Ərəbistan yarımadasında və sair yerlərdə ayı gördüklərini deyiblər və oruç tutublar. Bizim coğrafiyamızda, Qafqazda, Türkiyədə, bu çevrələrdə olan ölkələrdə isə görünmədiyi deyilib. Ona görə də biz bugün oruç deyil, sabah oruç tutacaq. Belə ixtilaflı məsələlərdə biz bu Qafqaz bölgəsində olan millətlər olaraq, o coğrafiyada yaşayanlar olaraq necə hərəkət etməliyik? Yəni bugün Saudi Ərəbistan görüb deyə bizim bir toplumumuz oru ilə gedib, bir toplumumuz oru ilə getməyib, necə mövqeyə götürməliyik? Burada Tirmizidə gələn bu hədisi göz önündə bulundurmalıyıq. Peyğəmbər s.ə.v Tirmizidə gələn hədisdə buyurur ki, oruç müsəlmanların tutduğu gündür, bayram müsəlmanların etdiyi gündür. Bu nə deməkdir? Yəni oruç ibadəti bu cemaatla olan bir şeydir, Ramazanın orucu. Cemaatla oruç tutulmalıdır və cemaatla bayram elinməlidir. Bir ölkədə cemaatın çoxluğu, dini qurumlar hansı fətva verirsə və yaxud da dövlət rəhbəri bir günü müəyyənləşdirirsə ki, deyirsə ki, biz ya Şabanın 30'unu sayacaq, görünmürsə və yaxud da nədir onun adı və yaxud da ay görəcək və yaxud da astronomik qaydaları, hansı ki müasir alimlərdən də bir çoxu əslində bununla da, yəni elmi inkişaf olduğu üçün bunu da nəzərə almaq olar deyə fətva verir və yaxud da bunun üzərindən mi bir qayda qoyur? Bu şeyləri biz Qafqazlılar olaraq, bu coğrafiyanın sakinləri olaraq nəzərə almalıyıq. Yəni müsəlmanların birliyi, müsəlmanların bərabərliyi, yaşadıkları ölkədə, yaşadıkları coğrafiyada çoxluqla getmələri daha önəmli mətləb daşıyır bugün ixtilafdan. Oru ilə mi tutaq, buru ilə mi tutaq? Xeyr, sən ölkəndə, çünki sadəcə oruç tutmaqdan getmir söhbət. Sabah bayram da var.
Bir gün ileri bir gün geri tuturuksa bir ülkede 2 bayram kılınmayacak ki, bir mescidde 2 gün bayram olunmayacak ki, bu gelen umumi birliğe, bərabərliyə çağıran ve bayaq dediyim hədisə müxalifdir əslində. Ona göre alimler bu meselede olan ixtilafı belə ciddi, yani üzerinde böyük hökümlər qurulan ixtilaflardan saymayıb. Xüsusən də baxın, ölkənizlə gedin deyən, bu mənanı daşıyan fətvalar veren ümmətdə böyük alimler var. Şeyxülislam İbn Teymiyyə, öndən başla, İmam-ı Nevavi, İmam İbn Abdülbar, Şeyxülislam İbn Teymiyyə, İbn-ül Qayyim, ondan sonra muasir alimlere baxsaq, Şeyx Albani, ondan sonra Şeyx İbn Baz, Şeyx İbn Ütheymin, Şeyx Abdülaziz Əl-Şeyx, Şeyx Salih el-Fawzan ve birçok muasir alimler de var ki fetva verirler ki siz öz ölkənizlə gedin. Öz ölkənizdə dini idarə və yaxud da rəhbərlik və yaxud da müsəlman toplumları, imamları, etibarlı insanlar nəyi məsləhət görürsə onunla gedin. Çünkü tek bu da Ramazan değil, bizim beraber bayram keçirməyimiz var. Ondan sonra beraber etikaf eləməyimiz var. Beraber bu dini şuarı ucaltmamız var. Bu şeylerin hamısını nəzərə aldıqda müsəlmanların kəlməsinin birliyi, bədəninin birliyi, qəlblərinin birliyi, ibadətinin birliyi, sevinçlərinin birliyi, bunların hamısını nəzərə aldıqda onu öne sürməliyik ki, biz öz ölkəmizlə coğrafiyamıza getməliyik bu mətləbləri həyata keçirmək üçün. Başqa ölkədə görünübsə, bizim olduğumuz yerde bu fətva verilməyibsə, orayla gedib milləti parçalamaqdansa, orayla getməyib millətlə, cemaatla bu məsələdə getməmiz en doğru olan mövqeydir. Bayaq dediyim alimlerin en etibarlı alimler olduğunu da bilirsiniz ve bunların da fətvaları kitablarında açıq aşkardır ki, ölkənizdə olan fetva ile cemaatın çoxunun getdiyi gedin, bu en uygun olandır. Allah cümlənizə bərəkət versin. Allah'a emanet olun. Selamun Aleyküm ve Rahmetullah.